Yine sedasını işitirim. Yaşar ben ne yapsın Şereflerle. Ha? Buyurun buyurun. Valla ben bir şeyle bu taraflarda uğram ama Salam hoş geldiniz. salam Ali. Ne var? Başımıza iş gəlib. Oğlum. Yaşar müəllim. Əyləşin biz əhvalatı sizə söhbət eləyəyim. Verin. Gördüm Üzeyir Bey havası gelir. Ona göre keçirdim buradan. O sıra her gün buradayım. Ha. Çay. Xəcalət verirsin. Yox, xəcalət düşməniniz olsun. Mənim bir gözəl fikrim var. Ne fikrim var? Bu Elin ne var ne yok? Allah canınızı sağ olun. Canın başının keyfine Sağ var. olun. Bir balaca fikrim var bu rəssamlıqdan biraz çəkilim qırağa. Hı hı. İstəyirəm operata yazam. Ne yazırsan? Operata. Yok öyle şey eleme de. Öyle şey eleme. İstəyirəm nəsə belə. Yox. Qonşuya danışın, qonşu başı salar. Kimsə də istəmirəm belə. Yok operettan yazır. Yeniliği eləmək istəyir. Yeni istəyirəm. Ben müasir həcmin havasına, bizim musiqinin havasına geldim. Gördüm Gülcöhrənin ailəsinin səsi gəlir. Elə bildim mənə Gülcöhrə gözləyir. Aha. Ona görə gəldim. Amma operett də yazma, qurbanım sənə. Sən operett də yazsın, mən gərək şəkil çəkəm. Onda qeyri-mütənasiblik olur. Yox, əgər təbii gəlirsə lazımdır da. Təbii gələndə çox şeyin təbii gəlir. Hər təblə durub oturmaq olmaz. Aha. Necə siz nə tərsiniz? Aa, bir də deyin orada hər təblə necə? Aha. Hər O her şeyi meyxanayla görür. Salam da meyxana meyxana. bizim böyük sənətimizdir. Meyxana dünya üzərində heç kim bədayətən şeir deməyib. Bu ancaq olub Azərbaycanda ki, bədayətən şeir demisən. Və ustadlarımız var. Yani hamısının adını çəkə bilmərəm. Mən gördüyümü deyirəm. Əliğa Vahidi, Şahidi, Maili, Allah rəhmət, Şahidi onda. Amma hər halda arşın maldan üstündə meyxana yazmaq düzgündür. Sən də bu əməlindən əl çək. Operasiyada yazma. Yazıb orada bir iki tane sətir yazıb orada bayaqlar oxuyurdum. Hani? Yox, biraz şey... Əli bir oxu yine görə ne yazmısan orada? Yox, ustadın Yok, yanında, yok. ustadın yanında bir Yox, mən meyxana deyən deyirəm, amma lazım olsa deyərəm. Aha. Çünki meyxana üstündə böyümüşəm. Bir anamın laylası, bir də Əliğa Vahidin meyxanası. Oymuş. Ha. Yaşar ben doğrudan meyxana deyə bilirsiniz? Nöşdümürəm. Doğrudur ki, mən özüm də qəmiş oğlu, qəmişəm. Ancığı məşki kimi zırpı qəmiş görməmişəm. Uzun meyxanalı çıxanda verərəm sizə. Buna Əhməd Anatollu oxuyub, Hammalı oynayanda Əlhüseyn Qapalı ilə. Mənim də var 9 yaşım. Həzi xahiş elərdim bir Sultan Beyin. Mən başlayayım. Bir at aldım, hər yana çapdım. Gəl alım, maralım, biri bilməz. Ahır gəlib, səni tapdım. Gəl alım, maralım, biri bilməz. Aman aman ey, yaşı kaman ey. Gəl alım, maralım, biri bilməz. Aman aman ey. Aman ey, gel alım, maralım, biri bilmez. Hey, maşallah hey. Sen ol, ben ol, gel bana ben ol. Gel alım, maralım, biri bilmez. Her ne etsen sen razı ol. Gel alım, maralım, dili bilmez. Aman aman hey, taşı çaman hey. Gel alım, maralım, dili bilmez. Aman aman hey hey hey, taşı çaman hey hey. Gel alım, maralım, dili bilmez. Koy hanımı ben yaparım, tezliğine koylasın. Koy hanımı ben yaparım, tezliğine koylasın. Sen güzel ben olalım, evde güzel olalım. Sen güzel ben olalım, evde güzel olalım. Sen besin. Sen telli geri cevap versin, pulum var. Bugün Telli de yoktu bugün. Onu ver de ama. Mən də belə bir şey yazmışam. Sen yazırsan he. Bakın da bakın. Gündür fikirləşirəm bunun üzərində. Aşık oldum, necə bir taze gülürəm. Ha, düz.
Aşık oldum necə bir tazə gülü Ha, rənaya. gülür Rənaya. Ha, gül oldum. Ha, olur. Hanı asker gedirə taksi ilə səhraya. Ola o taksi olur, sən dolamısan ne bayadan. Bayada televiziyada baxıram. Görüş arabadır, indi taksidir. Yəni müasir zamanların keçən oldu. De görək, de. Rus demişdən pirmişəyiz də Babrəmin. Ondan başa düşmür. Hə, başa düşməsiz yaxşı. Deməli əskər də kapitan olub indi çıxıb ortaya. Saat əskər olub ortaya çıxmaq hər adamın işidir. Qaqaş, gel bir dənə Elşən gibi burada yuxarıda da bir dənə onlar çağır. Onlar kimdir? İçəri şəhərdə hər məhəllədə özünün meyxana deyənləri o vaxtı ilə indi də var, Allah'a şükür. Saat çağırıcı yollar. Allah canlarını sağ olasın. Bu saat meyxana. Yəni ki, bu bizim əslimizin, kökümüzün başlanğıcıdır. Və belə axtarsaz, biraz tarixlə məşğul olsuz, Seyyid Əzim Şirvani qəzəllərdən qabaq meyxana yazır. Sabir. Və bugünkü bu janr ki, dəbdədir və bugünkü bizim Rəssamlar da şeir yazırlar. rəssamlar deyirəm də, sən bir də danışsan, durub portreti çəkəcəm. Söz. Çox maraqlı. Bu yaxşı şeydir. Gələn nəslə ki, necə muğamata bugün qiymət verirlər, gələn nəslə bir nümunədir. İndi mən Həcinin yanında, mən Adil Bayramov görmüşəm, mən Şəmsi görmüşəm, Şah yaşında. Hamısının adını çəkə bilmirəm, valla.